Azərbaycana qarşı hibrid müharibənin əsas elementlərindən olan informasiya təxribatına start verilib. Birbaşa ölkə rəhbərliyinin hədəf seçildiyi info təxribatlara daha öncə də cəhdlər edilmiş. 2017-ci ildən etibarən Avropada fəaliyyət göstərən söyüş müxalifəti tərəfindən başlanılmışdı. Bütün əxlaq normalarını alt-üst edən söyüş müxalifətinin missiyasını hazırda Emin və Mehman Hüseynov qardaşları davam etdirir. Lakin birincilərdən fərqli olaraq daha geniş miqyasda. Bunun iki texniki səbəbi var. Hüseynov qardaşları süni intellektdən və müasir texnologiyalardan geniş şəkildə istifadə etməklə dezinformasiya kampaniyası aparır. Onların arxasında Azərbaycana qarşı maraqları uzlaşan müxtəlif tərəflərin birləşdiyi qüvvə var. Hüseynov qardaşlarının xarici qüvvələrə bağlı olduğu hələ 2014-cü ildə Eminin İsveçrə səfirliyində gizlənməsi və bu ölkənin rəsmiləri tərəfindən ölkədən çıxarılması zamanı isbat olunmuşdu. Ölkədən getdikdən sonra Emin Hüseynov Soros şəbəkəsi və erməni diasporunun direktivləri ilə hərəkət etdiyini gizlətmədi. Onun Avropanın müxtəlif strukturlarında Soros və erməni lobbisinə bağlı siyasətçilərin Azərbaycana qarşı qəbul edilən qərarlarında, slash qətnamələrində aktiv iştirakı. 2020-ci il Vətən müharibəsi zamanı ordumuzla bağlı ermənilərin xeyrinə dezinformasiyalar yayması, müharibədən sonra Qarabağdakı separatçılara dəstək məqsədi ilə rəsmi Bakı erməniləri blokadada saxlayır tipli təbliğat aparması da belə fəaliyyətinin nümunələrindəndir. Mehman Hüseynov isə ölkədə olduğu müddətdə qardaşının tapşırıqlarına əsasən sororçular və erməni diasporunun Azərbaycana qarşı kampaniyaları üçün arqumentlər toplamaqla məşğul olub. Bu kontekstdə Hüseynov qardaşlarının Azərbaycana qarşı start verdikləri informasiya təxribatının arxasında Soros şəbəkəsi və erməni diasporunun dayandığını görmək, anlamaq üçün eyniyə ehtiyac yoxdur. Emin və Mehman Hüseynov bu prosesdə yalnız icraçı olan piyadalardır. İnformasiya təxribatı niyə indi aktivləşdirildi? Sualının cavabları da bunu deməyə əsas verir. Birincisi, Hüseynov qardaşlarının peşqası olduğu Soros şəbəkəsinin beynəlxalq müstəvidə çətin vəziyyətə düşməsidir. Tampon USAID, NET kimi təşkilatların fəaliyyətini məhdudlaşdırmasından sonra zəifləyən Soros şəbəkəsi təsir imkanlarını saxlamaq məqsədi ilə əks hücumlara cəhd edir. Azərbaycanın əsas hədəf kimi seçilməsi də belə cəhdlərdən biridir və təsadüfi deyil. Vaşinqtonun Bakı ilə sıx münasibətləri təkcə Amerika-Azərbaycan xəttində yox, bütövlükdə Cənubi Qafqazda Trump administrasiyasının mövqelərini gücləndirir. Amerikanın vasitəçiliyi ilə reallaşan Bakı-İrəvan sülh prosesi, Soros şəbəkəsinin Ermənistandakı mövqelərini, xüsusilə Paşinyan hakimiyyətinə yatırdıqları siyasi investisiyanı sual altına salıb. Azərbaycan eyni zamanda Trump administrasiyasının orta dəhliz marşrutunun keçdiyi coğrafiyadakı mövqelərinin güclənməsi, Soros şəbəkəsinin dəhliz üzərindəki ölkələrdə sıxışdırılması risklərini yaradıb. Azərbaycan bu prosesin açar ölkəsidir və rəsmi Bakının hibrid müharibə üsulları ilə hədəf seçilməsi beynəlxalq qarşıdurmanın tərkib hissəsi kimi görünür. İkincisi, Soros şəbəkəsi ilə sinxron fəaliyyət göstərən erməni diasporu, slash lobbisi, Bakıya qarşı hücumların benefisiarlarındandır. Dünya erməniliyini narahat edən əsas məsələ Qarabağ münaqişəsinə son qoyulması və Azərbaycan-Ermənistan sülh proqramıdır. Çünki Qarabağın azad edilməsindən sonra bütün ideoloji planları zədələnən erməni diasporu anlayır ki, Bakı və İrəvanın yekun sülh sazişi imzalamasından sonra onların mövcudluq prinsipləri sual altına düşəcək. İndiyə qədər Böyük Ermənistan ideologiyası üzərindən hərəkət edən diaspor Qarabağın işğalını bu planda ilk qələbə kimi qələmə verir. Erməniləri bir çətir altında toplayırdı. Artıq bu perspektivlər alt-üst olub. Hüseynov qardaşlarının aktivləşdirilməsi və heç bir əxlaq sərhədi tanımadan hücuma keçmələri bu qüvvələrin sonuncu, saman çöpündən yapışmaq cəhdidir. Bu kontekstdə Emin Hüseynovu Azərbaycandan aparan və hazırda yaşadığı İsveçrədə baş verənlər də diqqət çəkir. 2023-cü ildə parlamentdə irəli sürülən Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü layihəsi yenidən aktivləşdirilib. Erməni diasporu slash lobbisinin təşəbbüsü olan bu layihənin yenidən dövrəyə daxil edilməsi, Qarabağdan könüllü şəkildə Ermənistana qayıdan ermənilərin zorakılığa məruz qalması iddiaları, ermənilərin yenidən Qarabağa qayıdışı narativinin ortaya atılması fonunda bu ölkədə mənzillənən Hüseynov qardaşlarının apardığı təxribat kampaniyası eyni planın tərkib hissəsidir. Burada ilk baxışda görünməyən, lakin bütün baş verənlərdə maraqlı olan bir tərəf də var: Rusiya. Hüseynov qardaşlarının Avropada fəaliyyət göstərməsi Moskvanın prosesdə yer almasına şübhələr yarada bilər, xüsusilə Qərblə qarşıdurma fonunda. Hərçənd detallar diqqətdən yayınmır
və 3 amil Hüseynov qardaşlarının təxribat kampaniyasında Rusiyanın da mövcudluğunu deməyə əsas verir. A. Mediada. Hüseynov qardaşlarının kampaniyasının Rusiyanın Azərbaycana qarşı hibrid hücumlarının tərkib hissəsi olduğu haqqında məlumatlar yayılıb. Hətta bu cehdin uğursuz olduğunu anlayan Moskvanın Rusiyada yaşayan tanınmış Azərbaycanlı ailənin prosesə daxil edilməsi planının olduğu deyilir. B. Mehman Hüseynovun şübhə oyandıran etirafı var. O bildirir: lazımi informasiyaları mənə ötürüblər. Bunun kim olduğu maraqlı deyil. İstər Ramiz Mehdiyev olsun, istər Rusiya kəşfiyyatı. Hətta iddia edir ki, bu informasiyaların alınması üçün bəzi keçmiş iş adamlarının dəstəyindən istifadə edib. Onu da etiraf edir ki, informasiyanın ötürülməsi zamanı yazışma rus dilində aparılıb. Bu etiraf diqqəti Rusiyanın üzərinə yönəldir. C. Azərbaycana qarşı terror xarakterli informasiya təxribatının aparılmasında Rusiyanın Soros şəbəkəsi və erməni diasporu/lobbisi ilə maraqları tamamilə uzlaşır. Regionda yaranan yeni realllıqlar, xüsusilə rəsmi Bakının həyata keçirdiyi siyasət, Rusiyanın əsrlərdir davam edən Cənubi Qafqaz strategiyasını məhv edib. Proseslərin ardıcıllığına nəzər yetirdikdə də, Moskvanın bölgədən tamamilə uzaqlaşması şərtlərinin yetişdiyini görəmək olur. Qarabağ münaqişəsinin həlli və erməni separatizminin məhv edilməsi Rusiyanın Cənubi Qafqaz strategiyasında istifadə etdiyi əsas kartını sıradan çıxardı. Hərçənd Kreml ümidlərini itirməmişdi və 3 faktor üzərindən regionda mövcudluğunu qoruyacağını düşünürdü. 1. Bakı-İrəvan xəttində sülh prosesinin moderatorluğunu etmək. 2. Zəngəzur dəhlizində iştirak etmək imkanı. 3. Azərbaycan daxilindəki 5-ci kolonun mövcudluğunu davam etdirməsi. Lakin ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Moskva üçün soyuq duş effekti yaratdı. Azərbaycan və Ermənistan Amerikanın iştirakı ilə sülh sazişi parafladı. Ukrayna bataqlığına gömülmüş. Moskva Vaşinqton qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bakı və İrəvan Zəngəzur dəhlizini Trump layihəsi kimi razılaşdırdı və Amerika dəhlizin əsas təminatçısına çevrildi. Ramiz Mehdiyevin çevriliş planının ifşa edilməsi ilə 5-ci kolonun bütün resursları, hakimiyyət daxilində və siyasi müxalifətdəki uzantıları meydandan təmizləndi. Bu mənzərə Rusiyanın Cənubi Qafqazda qurduğu 200 illik strategiyasının çöküşüdür. Moskva reallıqla barışmaq istəmir. Xüsusilə Azalın təyyarəsinin vurulmasından etibarən Bakıya qarşı başlanan təzyiq, kiberhücumlar, informasiya kampaniyaları, ekspert cəmiyyəsi və media üzərindən edilən təhdidlərin səbəbi də budur. Hüseynov qardaşlarının informasiya təxribatı isə bu hücumlara yeni istiqamətin əlavə edildiyi kimi görünür. Aydındır ki, Soros şəbəkəsi və erməni diasporunun təsirində olan Hüseynov qardaşlarından Rusiyada istifadə edir. Mehman Hüseynovun etirafı bütün daşları yerinə qoyur. Lakin bütün bu cəhdlər klassik imperativ yanaşmadan başqa bir şey deyil və nə Cənubi Qafqaz əvvəlki regiondur, nə də Azərbaycan həmin ölkə. Artıq bölgədə Rusiyasız gələcəyin qurulması prosesinə start verilib. Moskvaya yeni reallıqları qəbul etməli, təxribatlardan əl çəkərək əməkdaşlıq müstəvisində addımlar atmalıdır, ya da regiondan tamamilə kənarda qalacaq. Və bu kənarlaşma təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq. Orta dəhliz coğrafiyasında da Rusiyanı eyni nəticələr gözləyir. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.